Salam. Sintetik vitaminləri həkimin ilkin diaqnozu olmadan və analizlərin cavabı olmadan qəbul etmək olmaz. Belə ki, sintetik vitaminləri çox qəbul etdikdə nəinki xeyirli hüceyrələr aktivləşmiş olur. Eyni zamanda ziyanlı hüceyrələr, məsələn, onkoloji hüceyrələr də inkişaf edir. Xüsusən vitamin D haqqında belə bir fikir formalaşıb ki, bu vitaminin nə vaxt olsa, nə qədər olsa içmək olar. Və çox insanlar vitamin D-ni özləri təyinat aparıb aylarla qəbul edirlər. Bir şey qeyd edim ki, profilaktik məqsədlə vitamin D içmək olmaz. Çünki vitamin D steroid vitamin olub, bunun əks göstərişləri çoxdur. Bədəndə çox toplandıqda onun sağlamlığa ziyanı başlayır. Vitamin D-nin qəbulu ilə əlaqədar çoxlu səhvlər buraxılır. Bunlardan əsasını 5 faktoru sizin nəzərinizə çatdırmaq istəyirəm. Birinci səhv ondan ibarətdir ki, vitamin D-nin bədəndəki səviyyəsini göstərən analizləri bilmədən qəbul etmək. Bu zaman bədəndə vitamin D çox toplanırsa, onda artıq toksin ifraz etməyə başlayır ki, bu da özünü bir sıra simptomlarla baş gicəllənmə, halsızlıq, ayaqlarda narahatçılıqla göstərir. İkinci səhv hansı vitamin D-nin qəbulu ilə əlaqədardır? Əgər siz vitamin D-nin xolikalsiferol formasından istifadə edirsinizsə, bunun aktivlik səviyyəsi aşağı olduğundan bədən tərəfindən yaxşı mənimsənir. Yox, əgər kalsitriol formasından istifadə olunursa, bu yalnız həkim tərəfindən təyin olunmalıdır. Vitamin D-nin qəbulunda buraxılan üçüncü səhv ondan ibarətdir ki, bu vitaminin mənimsənilməsində təsir göstərən faktorların nəzərə alınmaması. Burada 4 faktor var. Birincisi öd durğunluğu. Öd durğunluğu varsa, deməli, həzm getmir və deməli vitamin D mənimsənilmir. Çünki öd yağları parçalayan fermentdir. İkincisi, bağırsaqlarda xroniki iltihabı prosesinin olması. Bu zamanda vitamin D-nin mənimsənilməsi dayanır. Üçüncü faktor piylənmə faktorudur. Pi qatı çox olan insanlarda vitamin D mənimsənilmir, zəif mənimsənilir. Çünki vitamin D yağ hüceyrələrində depolaşmış olduğundan pi qatı çox olan insanlarda böyük dozada vitamin D qəbulu məcburiyyətində qalırlar. Və nəhayət dördüncü faktor irsi genetik faktordur ki, bu zaman vitamin D-yə həssas reseptorlar olmadığından vitamin D-nin mənimsənilməsi pozulur. Vitamin D-nin qəbulunda buraxılan dördüncü səhv vaxt etibarıdır. Yəni, əgər siz axşam vitamin D-ni qəbul edirsinizsə, bu zaman yuxu hormonu olan melatoninin ifrazı dayanmış olur ki, bu da sizin yuxunuza mənfi təsir göstərəcək. Vitamin D-nin qəbulunun vaxtı səhər yemək vaxtıdır. Və dördüncü səhv, beşinci, sonuncu səhv ondan ibarətdir ki, vitamin D-ni yeməkdən ayrı qəbul etmək. Yəni, vitamin D səhər yemək arası qəbul olunmalıdır. Yeməkdən əvvəl və sonra qəbul olunmamalıdır. Çünki vitamin D yağ hüceyrələrində depolaşdığından səhər yeməyi vaxtı biz yağ da qəbul etdiyimizdən bədən tərəfindən yaxşı mənimsənilir. Bəs siz necə? Vitamin D qəbul edirsinizmi? Hamınıza can sağlığı arzulayıram. Videomu bəyənib paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza təşəkkürümü bildirirəm.